Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, Fes Akademinin Azərbaycan dili üzrə mentor müəllimiyəm. Bugün sizlərlə baxırıq mətnlərimizin izahına. Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən Göygöl Azərbaycanın ən gözəl təbii göllərindən biridir. 1139-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində yaranmış bu göl dəniz səviyyəsində 1556 metr yüksəklikdə yerləşir. Sahəsi 0,78 kvadrat kilometr, dərinliyi 96 metrdir. Gölün suyunun həcmi təxminən 24 milyon kub metrdir. Əsasən həm dağ çayları, həm də daha çox yağıntılarla qidalanır. Göygöl ilin əksər aylarında sərin temperaturunu qoruyub saxlayır. Yay aylarında isə suyun səthi temperaturu maksimum 20 selsiyə çatır. Ətrafı sıx meşələrlə örtülü olan gölümüz yerli sakinlər üçün sevilən doğma zon olduğu kimi, həm də turistlər üçün əsrarəngiz mənzərəsi olan istirahət məkanına çevrilmişdir. 1925-ci ildən etibarən Göygöl ətrafında qorunma tədbirləri görülməyə başlanmış və buraya Göygöl Milli Parkı statusu verilmişdir. İndi gəlin baxaq. Mətnə görə doğru fikirlərin sayını müəyyən etməliyik. 1. Göygöl tektonik hadisə nəticəsində yaranmışdır. Bəli, çünki güclü zəlzələ nəticəsində baş verdiyi bizə bu hissədə deyilmişdi. Baxın, burada bildirilmişdi. Və həqiqətən də biri götürür, çünki zəlzələ özü tektonik hadisə sayılır. Gölün dərinliyi 100 metrdən çoxdur. Gəlin baxaq görək o harda verilibdir. Deməli, gölün dərinliyi 96 metrdir deyir. Burada da deyir 100 metrdən çoxdur. Deməli ilə bu yanlışdır. Gölün yayda 31 selsi dərəcə göl yayda 31 selsi dərəcədən artıq temperaturda ola bilir. Bizə necə demişdi? Yay aylarında suyun səthi temperaturu maksimum, yəni ən çox 20 selsi dərəcəyə çatır. Burada da deyir ki 31 selsi dərəcədən artıq olur. Deməli bu da yanlışdır. Göygöl əsasən yeraltı sularla qidalanır. Bu doğrudur. Çünki bizə deyir ki, həm dağ çayları, həm də daha çox yağıntılarla qidalanır. Yağıntılar da yeraltı sulardan sayıldığına görə onlar axaraq, yəni çaylar daşır və yaxud da yağıntılar yerə yağmış olaraq hansısa bir suxurlardan içəri daxil olur və o həmin yeraltı sular şəklində yenidən gölün səviyyəsinə qatqıda olmuş olur. Ona görə də əsasən yeraltı sularla qidalanır fikri də doğrudur. Göygöl 20-ci əsrin əvvəllərindən etibarən qorunmağa başlamışdır. Gəlin baxaq. 1925-ci il elə 20-ci əsrin ilk əvvəlinci illəri hesab olunduğuna görə, yəni böldükcə biz onu əvvəlləri, ortası və axırı, həqiqətən də 1925-ci illər əvvəlləri sayılır, 50-ci illəri ortası və 50-dən sonraki sonları sayıldığına görə 25-ci ilin 20-ci əsrin əvvəlləri olmağı doğrudur, 5 ilə götürürük. Göygöl başqa zonalardan gələnlər üçün bir başqa marağa çevrilən istirahət yeridir, bunu da götürürük. Çünki deyir özümüz üçün, öz sakinləri üçün Göygöl doğma yer olduğu kimi, həm də turistlər üçün əsrarəngiz mənzərəsi olan istirahət məkanıdır. Deməli, başqa zonalardan gələnlər üçün, yəni turistlər üçün bir başqa marağa çevrilən istirahət yeri olmağı daha doğrudur. İndi saydıq burada ikisi yox, 4'ü uyğundursa, cavabımız nə olacaq? Gəlin baxaq görək. Görək, 4 dənəsinin olduğu hardadır? Cavab olur C variantı. Belə ilk mətnimizin cavabı C variantı olmuş olur. Deməli, keçirik indi isə digər mətnimizə. Baxaq. Belə, mən bu kənddə heç vaxt kitab görməmiş uşaqları gördükcə narahat oluram. Gənc müəllim dedi. Uşaq dünyaya gəlibsə, oxumalı, düşünməlidir. Cəhalət qalan yerdə işıq olmaz. Kəndin ağsaqqalı dərindən köks ötürdü. Oğul, sən yaxşı deyirsən, amma cəmaət çörək dərdindədir. Kim kitabı fikirləşər? Müəllim, çörək də kitabdan başlayır. Ağsaqqal, insan savadlı olsa, torpağını da yaxşı becərər, haqqını da tələb edər. Ağsaqqal başını bulayıb əsasını yerə vurdu. Dünya belə gəlib, belə də gedəcək. Sən özünü yorma boş yerə, gənc adam. Yox, müəllim inadla dedi. Müəllim inadla dedi. Bir uşaq belə oxusa, o biri ondan nümunə götürəcək. Biri işıq yandırsa, qaranlıq dağılmağa başlayar.
Gərək kim isə başlasın. Ən azından biri başlasın. Əminəm ardı gələcək. Uğura gedən yolda bir işıq da biz yandıraq. Mətnə əsasən müəyyən edilə bilər. İndi gəlin görək mətnə əsasən nələr müəyyən edilə bilər. Baxaq, ardı da bu hissədədir. Deməli, 1. Müzakirə bir tərəfi təslimçi olan və digər tərəfi təslim olmayan mübarizə aparan iki müxtəlif nəslin nümayəndələri arasında gedir. Bəli, həqiqətən də bu mətnə görə müəyyən edilə bilər. Biri götürürük. Çünki bir tərəf həqiqətən də hər şeyə təslim olsun, tək ki aclıq olmasın, tək ki oxumasaq da olar, uşaqlar oxumasa da olar. Əsas odur ki, onların qarınları doysun, cəhalət olsa da olar, tipli təslim olur həyata qarşı. Digər isə çətinliklərlə mübarizə aparan başqa bir gənc nəslin nümayəndəsinin tərəfləri arasında gedir bu mübarizə. Ona görə həqiqətən bir mətnə əsasən müəyyən edilə bilər. Daha sonra baxırıq 2-yə. Cəmaatın maddi sıxıntıları təhsilə biganə yanaşmalarına səbəb olur. Buna görə də cəhalətdən çıxmamaqda günahkar sayılmırlar. Və hardasa bu hissəyə qədər deyərik ki, onların maddi sıxıntıları var ki, bu cür düşünürlər. Amma məhz bu səbəb deyil ki, cəhalətdən çıxmamaqda onlar günahkar sayılmırlar. Yəni bir tərəfin nümayəndələrinə görə deyir ki, əksinə cəhalətdən çıxmaq lazım olduğunu təbliğ edir mətn. Amma burada deyir ki, cəhalətdən çıxmamaqda onlar günahkar sayılmırlar. Amma mətnə görə əslində onların özlərinin biri belə cəhalətdən çıxmağa addım atmalıdır. Nə qədər maddi sıxıntı olsa belə. Ona görə iki mətnə görə müəyyən edilə bilməz. Yəni bu doğru çıxmır. Müəllimlə cəhalətdə mübarizənin yolunu təhsildə görür. Bəli, müəllim cəhalətlə mübarizənin yolunu təhsildə həqiqətən görür. Bu da mətnə görə müəyyən edilə bilən tərəfidir. Məsələn, 2-ni niyə görə götürmədik? Çünki həqiqətən də orada deyir ki, buna görə də cəhalətdən çıxmamaqda günahkar sayılmırlar. Onu artıq biz mətnə görə tam deyə bilmərik. Çünki bir tərəfin nümayəndəsi deyir ki, belədir, bir tərəfin nümayəndəsi deyir ki, yox, belədir. Yəni iki tərəfin də orada qarşıdurması və axırda hansı daha düz çıxacaq, hansı doğrulacaq bizə o hissə tam verilməyib deyə onu müəyyən edə bilmirik. Yəni o mətnə görə iki tərəfin arasında qalan mübahisənin elə səbəbidir. Məhz müəyyən edə bilmərik ki, həqiqətən günahkar sayılırlar yoxsa sayılmırlar. Kənddə oxumaq istəyən uşaqlara hər kəs kömək edir, dəstəkləyir. Bu da hər kəsin kömək edib dəstəkləməyi barədə bir müəyyən etdiyim hissə yoxdur. Əksinə, yəni bir tərəfdən əsas odur ki, maddi sıxıntılar var, oxumasa da olar ifadəsi var. Müəllim də kömək etmək istəyir, amma tam olaraq hər kəsin kömək etməyi mətndə müəyyən edilmir. Ona görə 4-də götürə bilmirik. Müəllim inamlı, qarşı tərəf isə ümidsiz mövqedədir. Bu da mətnə görə müəyyən ediləndir. Cavabımız olur burada D variantı 1, 3 və 5. Maraqlı və düşündürücü mətnlərdən biridir. Belə, keçirik digər mətnimizə. Yeni Texnologiyalar Laboratoriyasının açılış günü idi. Prezident İlham Əliyev innovasiyaların önəmini vurğulamaq üçün bu laboratoriyaya şəxsən gəlmişdi. Burada o, bir çox mühəndis və alimlərlə tanış oldu. Hər kəs layihənin uğuru üçün bütün gücünü sərf edirdi. Prezident öz iştirakı ilə bu layihənin dövlət üçün nə qədər vacib olduğunu göstərmək istəyirdi. Binanı gəzərkən prezident bir əlində silgi, digər əlində lövhə parçası tutmuş yaşlı bir texniki işçi ilə rastlaşdı. O, sakitcə lövhədəki köhnə yazıları silirdi. Prezident ona yaxınlaşıb nə etdiyini soruşdu. Yaşlı kişi gülümsəyərək cavab verdi. Mən burada yalnız lövhə silmirəm. Mən də eyni zamanda gələcəyin alimləri üçün böyük bir güc sərf edirəm. Onlar üçün mətndə hansı suala cavab yoxdur? Gəlin buna baxaq. İnsanların ən böyük arzusu nə idi? İnsanların ən böyük arzusu o idi ki, bu günün də önəmini vurğulayıb bildirirdilər ki, yəni bu mətnə görə bu layihə uğurlu olsun. Bu layihənin uğuru üçün bütün güclərini sərf edirdilər. Yəni burada insanların ən böyük arzusu bu layihənin uğuru idi. Ona görə bu suala cavab var. Prezident işçiyə necə münasibət göstərir? Prezident işçiyə diqqətli münasibət göstərir. Onu orada görəndə ötüb keçmir. Ona yaxınlaşıb nə etdiyini, niyə burada olduğunu soruşur. Deməli, diqqətli münasibət göstərdiyini bildirə bilərik. Texnologiyalar Laboratoriyasının açılışı nə vaxt həyata keçirilib? Fikir verin, Yeni Texnologiyalar Laboratoriyasının açılış günü idi. Amma məhz hansı günü idi, ayın neçəsi idi? Bu bizə mətndə bildirilmir. Cavab C.
İlham Əliyev Texnologiyalar Laboratoriyasının açılış günə nə üçün gəlmişdi? Məhz nə qədər dövlət üçün önəmli olduğunu vurğulamaq üçün gəlmişdi. İnsanlar öz işlərinə necə yanaşırdılar? İnsanlar öz işlərinə çox titiz, çox diqqətli yanaşırdılar ki, bütün gücünü sərf edərək ən uğurlu formanı yaratmaq üçün. Cavabımız oldu C variantı. İndi həmin mətnlə bağlı digər suala cavab veririk. Artıq imtahanlarda da mətnlər bu şəkildə düşür. Məhz bir neçə mətnə aid, başqa bir mətnə aid bir neçə sual olmuş olur. Mən burada lövhə silmirəm. Mən də eyni zamanda gələcəyin alimləri üçün böyük güc sərf edirəm. Onlar üçün texniki işçi obrazı verdiyi cavabla nəyi demək istəyirdi? Nöqtələrin yerinə yazılacaq ən doğru fikri tamamlamalıyıq. Mən adi işçi olsam da böyük ürəyə sahibəm. Razıyıq. Yəni yerinə görə bu da deyərik ki, hə orada öz nə qədər ürəyi təmiz olduğunu eləyər. Amma bunu məhz ürəyinin təmizliyinə görə yox, həm də işi olduğu üçün etdiyinə görə məhz A-nı ora qoymaq çox da düz olmaz. Tamamlayan ən doğrunu tapmalıyıq axı. Mən sadəcə lövhə silmirəm. Gələcəyin gəncləri üçün təmiz və ilham verici bir mühit yaradır. Baxın, fikir verin. O yuxarıda da o ifadəni işlətdiyinə görə deyir, ona yaxınlaşıb nə etdiyini soruşanda deyir, mən burada yalnız lövhə silmirəm, eyni zamanda gələcəyin alimləri üçün böyük bir güc sərf edirəm. Fikir verin, gələcəyin gəncləri üçün təmiz və ilham verici bir mühit yaradıram deməyi ən uyğun cavab olmuş olardı. Cavab B-dir. Mən lövhəni silməsəm, heç kəs lövhəni siləsi deyil. Yəni bunu qoysa çox da yaxşı çıxmaz. Mən gələcək nəslər üçün lövhə təmiz olmalıdır mesajını verirəm. Yəni hardasa gələcək nəsillər üçün təmiz mühit qura bilər. Onlar üçün yaxşı təmiz bir mühitdə işləmək şansı verə bilər. Amma yəni məhz həmişə lövhə təmiz olmalıdır. Bunun mesajı deyildir. Yəni bu məhz həmişə nə olur olsun, iminli məhz lövhə təmiz olsun mesajını vermədiyinə görə D-nı da götürmürük. Mən burada fiziki cəhətdən çox əziyyət çəkirəm. Bu da düzgün cavab olmaz. Cavabımız olur B variantı. Ən uyğun tamamlayan fikir budur. Gəldik digər bir mətnimizə. Maraqlı. Burada da səhra türkülərinin şəklini görmüş olursunuz. Səhra türküləri daha çox Fennek adı ilə tanınır və əsasən Şimali Afrikanın səhra bölgəsində yaşayırlar. Deməli, bu heyvanlar öz kiçik ölçüləri və iri qulaqları ilə diqqət çəkirlər. Yetkin Fennek türkülərinin uzunluğu 24-40 cm arasında dəyişir. Qulaqları isə bədənlərinə nisbətən olduqca böyük, 15 cm qədər ola bilir. Fennek türküləri haqqında daha çox filmlər və bir çox xarici populyar mənbələr onları çölün amansız yırtıcısı kimi təqdim etsə də, əslində onlar daha çox gecə aktiv olan və həşərat, kərtənkələ, meyvə kimi qidalarla dolanan canlılardır. Yalnız aclıq və qida çatışmazlığı zamanı daha aqressiv davranışlar göstərə bilirlər. 1983-cü ildə zooloq Michael Bright tərəfindən aparılan müşahidələr bu türkülərin əsasən zibil və qalıqlarla qidalandığını ortaya çıxarmışdı ki, bu da onların yırtıcı obrazına zidd idi. Onların iri qulaqları yalnız eşitmə qabiliyyəti üçün deyil, həm də bədən istiliyini tənzimləmək üçün imiş. Beləliklə, qulaqlar istiliyi xaricə yönəldərək heyvanın susuz və isti şəraitdə yaşamasına imkan yaradır. Fennek türküləri ekosistem üçün də əhəmiyyətlidir. Onlar torpağı eşərək həşərat və sürünənlərin populyasiyasını tənzimləyir, həmçinin tullantıları təmizləyərək təbii balansın qorunmasına xidmət edir. Burada da maraqlı şəkillərlə təsvir edilmişdir. İndi gəlin görək mətnə görə mətn əsasında hansı nəticəyə gəlmək olar. Səhra türküləri ekosistemdə tarazlayıcı rol oynayır. Bəli, həqiqətən də elə orada da bizə bildirir ki, onlar tarazlayıcı rol oynayır ekosistemdə. Onların iri qulaqları yalnız eşitmə funksiyası daşıyır, yanlışdır. Axı bizə deyir ki, onların həmin o qulaqları, iri qulaqları həm eşitmə funksiyası, indi o hissəni tapaq. Deyir, yalnız eşitmə qabiliyyəti üçün deyil, həm də istiliyi tənzimləmək üçündür. İndi burada belə dediyi halda, ikidə deyir, onların iri qulaqları yalnız eşitmə funksiyası daşıyır, demək bu yanlışdır.
Yalnız ekstremal şəraitdə aqressiv ola bilirlər. Artıq bu doğrudur. Çünki bəzi mənbələrdə verilmişdi ki, onlar insanlar üçün ümumiyyətlə təhlükəlidir, amma əslində araşdırılır və görülür ki, onlar sadəcə ekstremal, yəni qeyri-təbii bir hal olarsa, aclıq dövrü olarsa və s. hallarda daha aqressiv olurlar. Həmişə belə deyillər. Ona görə 3-ü də götürürük. Daha çox mədəni və az yayılmış mənbələrdə yırtıcı obrazına təqdim olunurlar. Gəlin baxaq görək, mədəni və az yayılmış mənbələrdəmi belə təqdim olunurlar? Gəlin baxaq deyir. Fenik türkləri haqqında daha çox filmlər və bir çox xarici populyar mənbələr onları belə təqdim edirlər. Burada deyir ki, mədəni və az yayılmış mənbələrdə. Orada amma populyar və xarici mənbələr demişdi. Ona görə deməli 4 də yanlışdır. Cavabımız olur 1 və 3. B variantı bizim cavabımızdır. Çox maraqlı bir mətin idi. Yenə o tipli başqa bir mətnə baxırıq. Belə tiplərdə nəticəyə gəlmək üçün doğru seçimlər etmək üçündür bu mətinlər. Tapirlər Cənubi və Mərkəzi Amerikanın rütubətli tropik meşələrində, həmçinin Cənub-Şərqi Asiyanın bəzi bölgələrində yaşayan iri ot yeyən məməlilərdir. Onlar xarici görünüşünə görə donuz və at arası bir formaya bənzəyirlər. Yetkin tapirin uzunluğu 1,8, 2,5 metr, çəkisi 250-300 kiloqrama qədər ola bilir. Uzun illərdir ki, bəzi sənədli filmlərdə və vəhşi təbiət mövzulu verilişlərdə tapirlər qorxaq və müdafiəsiz canlı kimi göstərilirsə və buna görə də insanlar əsasən onları bu cür tanıyırlar. Halbuki aparılan zooloji müşahidələr göstərir ki, tapirlər təhlükə anında olduqca çevik reaksiya verə bilirlər. Onlar güclü çənələri və kəskin səs çıxarma bacarıqları ilə yırtıcını çaşdıraraq qaçmağa fürsət qazanırlar. 1996-cı ildə bioloq Patricia Medici tərəfindən aparılan tədqiqatda tapirlərin əsasən bitkilərlə qidalandığı, lakin lazım gəldikdə özlərini güclü şəkildə müdafiə edə bildikləri qeyd olunubdur. Elə tapirlərin ən diqqət çəkən xüsusiyyətlərindən biri onların qısa və elastik xortumudur. Bu xortum onlara yarpaqları, meyvələri və su bitkilərini asanlıqla qoparmağa imkan verir. Onlar çox vaxt su kənarında olur və suda üzməyi yaxşı bacarırlar. Hətta suya girərək həm bədəninin istiliyini tənzimləyir, həm də parazitlərdən təmizlənirlər. Tapirlər həm də meşə ekosistemində mühüm yer tutur. Çünki yedikləri meyvənin toxumlarını başqa ərazilərə daşıyaraq bitki növlərinin yayılmasına şərait yaradırlar. Bu xüsusiyyətinə görə onları meşənin bağbanları da adlandırırlar. İndi mətn əsasında hansı nəticəyə gəlmək olar? Baxırıq 16-ya. Deməli, 1. Tapirlər ekosistemdə bitki müxtəlifliyinin qorunmasına kömək edir. Bəli, çünki onlar müxtəlifliyi olan bitkiləri başqa yerdə yayaraq onların yayılmasına kömək edirlər. 1-i götürürük. 2. Müdafiəsiz canlı olmaları onları asan ov halına gətirir. Bu, sadəcə onlar haqqında yayılmış bir fikir idi. Onlar əslində heç də müdafiəsiz deyilmişlər. Özlərini müdafiə edə biləcək qədər gücləri var imiş. Deməli, bu nəticəyə gəlmirik mətn əsasında. Onların qidalanma mexanizmi xortum quruluşu ilə əlaqədardır. Bəli, qidalanmalarında xortumlarının çox böyük əhəmiyyəti var idi. 3-ü də götürürük. İnsan təsəvvüründə formalaşmış tapir obrazı tam gerçəkliyi əks etdirir, yanlışdır. İnsan beynində indiyə qədər mətnə görə onların formalaşdırılması bəzi yerlərdə yanlış imiş, əslində araşdırmalarda daha fərqli bir quruluşa malik olduqları göstərilir. Cavabımız olur 1 və 3. Bu da çox maraqlı bir mətn idi. Burada sizi çox maraqlı bir şəkil qarşılayacaq. Biraz məncə özünüzdə müsbət enerji yarada biləcək bir heyvan şəklidir. Baxaq, bu da kapibara adlı bir heyvandır. Kapibaralar dünyanın ən böyük gəmirici növü kimi tanınır və əsasən Cənubi Amerikanın bataqlıq, çay kənarı və rütubətli savanna bölgələrində yaşayırlar. Deməli, yaşayırlar. Onların uzunluğu 1,2, 1,5 metrə qədər, çəkisi isə 50 kiloqramdan 70 kiloqrama qədər ola bilər. Xarici görünüşünə görə iri dovşanı xatırlatsalar da, davranış baxımından daha çox suya bağlı həyat sürən heyvanlara bənzəyirlər. 2004-cü ildə ekologiya üzrə tədqiqatçı Daniel
Qonçavesin apardığı müşahidələr göstərir ki, kapibaralar yırtıcı təhlükəsi hiss etdikdə çox çevik şəkildə suya atılaraq yüksək sürətlə üzə bilirlər. Və onların 5 dəqiqəyə qədər su altında qala bilməsi isə onlara gizlənmə imkanı yaradır. Kapibaraların ön dişləri ömür boyu uzanır və yalnız sərt bitkiləri çiynədikdə qısalır. Buna görə də onların qida rasionu əsasən su bitkiləri, otlar və qabıqlı bitkilərdən ibarətdir. Yəni qabıqlardan da istifadə edilir ki, dişləri biraz qısalsın. Yəni təsəvvür edin bir şey ki, ömür boyu uzanma qabiliyyətindədir. Yəni özləri artıq onu qısaltmağa çalışırlar qida vasitəsilə. Deməli, onlar sürü halında yaşayır və bu həm təhlükəsizlik, həm də qida tapmaq baxımından mühüm üstünlük yaradır. Kapibaralar ekosistem üçün də faydalıdırlar. Onlar otları qıraraq bitki örtüyünün balansını qoruyur, həmçinin su hövzələrinin kənarında bitki sıxlığını azaldaraq bataqlıq sahələrinin hava dövranını yaxşılaşdırırlar. Bəzi tədqiqatçılar onları suyun bağbanları adlandırırlar. Mətnə görə doğru olanı seçin. Kapibaralar əsasən quru səhralarda yaşayırlar və su ilə əlaqələri azdır. Bu yanlışdır. Bizə elə su ilə nə qədər əlaqələr olduğu deyilir. Onlar təbiətdə tək-tək gəzən və sosiallığı sevməyən canlılardır. Tək halda yaşamadıqları, əksinə bizə necə deyilmişdi, sürü halında yaşadıqları deyilmişdi. Kapibaralar yalnız meyvələrlə qidalanır və başqa bitkilərə toxunmurlar. Su bitkilərini sevdikləri, bataqlıq kənarı otları yediklərini tənzimlədikləri deyilir. Bu da yanlışdır. Kapibaraların dişləri qısa olur və ömür boyu dəyişmir deyir. Bu da yanlışdır. Ömür boyu əksinə uzanır. Kapibaralar sürü halında yaşayır və təhlükə anında suda gizlənirlər. Bu da doğrudur. Bax, burada əsasən göz yanıltmacı var. Kimsə üzdən oxuyub getsə, çox da dərindən oxumasa, dişləri haqqında danışdığına fikir versə, məsələn, D-nı doğru saya bilər. Yəni, biraz daha çox göz yanıltmacı olan bir mətindir. İmtahanda əsasən hamısı yox, bir dənəsi belə elə əslində sadə olan, amma göz yanıltmacı olan mətinlər ola bilir. Keçirik. Səhv etmək insan təbiətinin ayrılmaz xüsusiyyətlərindən biridir. Lakin səhv etmə hallarının təkrarlanaraq bir davranış modelinə çevrilməsi artıq fərdin şəxsi və peşəkar inkişafı üçün maneə yarada bilər. Belə bir vəziyyət, yəni səhv etməyi adət halına gətirmək, tədricən fərdi məsuliyyətsizlik və özünü inkişafdan uzaq durmaq kimi ciddi nəticəyə səbəb ola bilər. Səhv etmə alışqanlığı bir çox amillərlə bağlı ola bilər. Bunlara özünü tənqid qabiliyyətinin zəifliyi, refleksiya, bəzi insanlar baş verən yanlışlıqlara görə xarici amilləri və ya digər şəxsləri günahlandıraraq məsuliyyətdən yayınmağa çalışır. Bu cür yanaşma isə səhvlərin təkrarlanmasına şərait yaradır. Bu vərdişin qarşısını almaq üçün ilk addım fərdin öz səhvlərini qəbul etməsidir. Bu cür halda insan dayanmalı, özü ilə tək qalıb bir an düşünməlidir. Öz mənini dərinliklərinə enməli və özünü tərbiyə edəcək, ona müsbət təsir bağışlayacaq şəkildə özünü səhvlərdən arındırmalıdır. Mətnə əsasən doğru nəticə hansıdır? Səhv etmək insana məxsus haldır, razıyam, amma bu mətndən ümumi bu nəticəyə gəlmirik. Səhv etmək alışqanlıq halına çevrilməməlidir. Bəli, cavabımız elə ən uyğun nəticə B-dir. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. Burada məhz bilmədinsə kimdənsə soruş, öyrən kimi bir nəticəyə gəlmir yaxı. Uşaq da yıxıla-yıxıla böyüyər. Bu da tam da o nəticəyə gələn bir məsələ deyil. Yəni sən yıxıla-yıxıla böyümüsən, indi də səhv edə öyrənirsən. Yəni məsələ odur ki, sən həmişə səhv etsən də öyrən mənasına da gəlmir. Əsas odur ki, bir dəfə səhv etsən, bir daha onu alışqanlıq halına gətirməmək mesajını verirdi. Səhvən dediyin sözə görə üzr istəməlisən. Bu da tam da o mənaya gəlmir. Ən çox səhv etmək alışqanlıq halına çevrilməməlidir mesajı ötürdüyünə görə B variantı cavabımızdır. 1514-cü ildə Osmanlı Sultanı 1-ci Səlim ilə Səfəvi Sultanı 1-ci Şah İsmail arasında Çaldıran düzündə döyüş baş verdi. Osmanlı ordusu say və texnika baxımından üstün idi. Xüsusilə odlu silahların və topların tətbiqi Səfəvi ordusunun geri çəkilməsi ilə nəticələndi. Döyüşdən sonra Osmanlılar Təbrizə daxil oldular, lakin uzun müddət orada qala bilmədilər.
Bu məğlubiyyətə baxmayaraq Şah İsmayıl xalq arasında nüfuzunu qorudu. Çaldıran döyüşü Osmanlı-Səfəvi münasibətlərində uzunmüddətli qarşıdurmanın əsasını qoydu. Gəlin baxaq. Mətnə əsasən doğru fikirlərin sayını müəyyən edin. Deməli, Çaldıran döyüşü 16-cı əsrdə baş vermişdir. 1514-cü ildə baş vermişdir. Bu da 16-cı əsrdir deyə doğrudur. Döyüşdə Səfəvi ordusu Osmanlılardan texniki cəhətdən üstün olmuşdur. Bu göz yanılmacıdır. Deyir ki, Çaldıran düzündə döyüş baş verdi. Osmanlı ordusu say və texniki baxımdan üstün idi. Yəni, say və texniki cəhətdən üstün olan Osmanlılar idi. Ona görə də 2 yanlışdır. Osmanlılar döyüşdən sonra Təbrizə daxil olmuş, lakin uzun müddət qala bilməmişdir. Burada da deyir ki, xüsusilə odlu silahların və topların tətbiqi Səfəvi ordusunun geri çəkilməsi ilə nəticələndi. Döyüşdən sonra Osmanlılar Təbrizə daxil oldu, lakin uzun müddət orada qala bilmədilər. Bu da deyilir, həqiqətən də Təbrizə daxil olmuş, orada qala bilməmişdi uzun müddət. Şah İsmayıl döyüşdən sonra xalq arasında nüfuzunu itirmişdi. Şah İsmayıl xalq arasında nüfuzunu qorudu. Bax, deyir ki, bu məğlubiyyətə baxmayaraq, Şah İsmayıl xalq arasında nüfuzunu qorudu və bu döyüşü Osmanlı-Səfəvi münasibətlərində uzun müddətli qarşıdurmaların əsasını qoydu. Amma orada deyir nüfuzunu qorudu, burada deyir ki, nüfuzunu itirmişdi. Deməli, bu da yanlışdır. Çaldıran döyüşü Osmanlı-Səfəvi münasibətlərində uzunmüddətli qarşıdurmalara səbəb oldu. Burada da deyir ki, Osmanlı-Səfəvi münasibətlərində uzunmüddətli qarşıdurmaların əsasını qoydu. Elə bu da düzdür. Bax, Osmanlı-Səfəvi münasibətlərində uzunmüddətli qarşıdurmalara səbəb oldu. Həqiqətən də yəni qarşıdurmaların əsasını qoydu. Yəni bunun da ardı gələcək artıq buna səbəb oldu mənasına gəldiyinə görə 5-də götürürük. Döyüşdən sonra Osmanlılar Şah İsmayılı əsir almışdılar. Baxın, yenə də bu hissəni bir daha oxuyun diqqətli şəkildə. Yəni imtahanda da olanda göz yanıltmacı olmasın deyə həmin hissəni bir daha diqqətli oxuyun. Sadəcə döyüşdən sonra Şah İsmayılın nüfuzunu qorumağından bəhs edilir. Daha onun əsir almağından danışılmır. 3 dənədir, cavabımız olur D variantı. Baxırıq mətn axırıncı mətnimizə. Fikirlərdən uyğunsuz olanı seçin. Bermud uçbucağı Atlantik okeanında Miami, Bermud adası və Puerto Rico arasında yerləşən sirri bir bölgədir. Burada gəmi və təyyarələrin müəmmalı şəkildə yoxa çıxmağı ilə bağlı müxtəlif hekayələr mövcuddur. 1945-ci ilin dekabrında ABŞ hərbi dəniz qüvvələrinə məxsus 5 TBM Avenger təyyarəsi Floridadan havaya qalxır. Uçuş 19 adlanan bu missiya zamanı pilotlar qəribə bir mesaj göndərirlər. Kompaslarımız işləmir, hara getdiyimizi bilmirik. Daha sonra onlarla əlaqə kəsilir. Axtarışa göndərilən PBM Mariana təyyarəsi, daha doğrusu Mariner təyyarəsi də yoxa çıxır və heç bir iz tapılmır. Bermud uçbucağı ilə bağlı bəzi nəzəriyyələr maqnit anomiyaları və naviqasiya problemləri ilə əlaqələndirilir. Digər nəzəriyyələr burada naməlum cisimlərin və ya hətta yad planetlərinin təsirinin ola biləcəyini də irəli sürür və bu cür nüanslar da yaranır. Elm bu hadisələrin hamısını izah edə bilməsə də, Bermud uçbucağı insanlarda maraq və qorxu yaratmağa davam edir. İndi uyğunsuz olanı seçməliyik. Bermud uçbucağı Miami, Bermud adası və Puerto Rico arasında yerləşir. Bu elə doğrudur, mətndə deyilir. ABŞ hərbi dəniz qüvvəsinə məxsus uçuş 19 təyyarələrinin müəmmalı şəkildə yoxa çıxdığı il bəllidir. 1945-ci il idi. Havaya qalxır və yoxa çıxırlar. Bermud uçbucağı ilə bağlı bəzi nəzəriyyələr maqnit anomiyaları və naviqasiya problemləri ilə əlaqələndirilir. Bu da mətndə həqiqətən bizə deyir ki, maqnit anomiyaları və naviqasiya problemləri ilə də əlaqələnmə var. Ona görə bu da mətnə görə uyğun olur. Bölgə haqqında müxtəlif elmi və mistik nəzəriyyələr də mövcud olur. Bermud uçbucağında baş verən bütün hadisələr elmi şəkildə izah edilməyi yanlışdır. Hələ də elm bu hadisələrin hamısını izah edə bilmir. Cavabımız olur Y variantı. Belə əziz izləyicilərimiz və müdavimlərimiz, ümid edirəm ki, sizlər üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın.